Səhiyyə naziri Teymur Musayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının müalicə və istirahət mərkəzlərində olub. Nazir Buzovna qəsəbəsində yerləşən Buzovna fizioterapiya, Bilcə qəsəbəsində yerləşən Bilcə kardioloji və Mərdəkan qəsəbəsində yerləşən Abşeron mədə-bağırsaq təyinatlı sağlamlıq mərkəzlərinə gedərək vətəndaşlar, o cümlədən Həmkarlar İttifaqlarının üzvləri üçün yaradılan şəraitlə tanış olub. İlk olaraq Buzovna qəsəbəsində yerləşən Buzovna fizioterapiya mərkəzinə gedən nazirə məlumat verilib ki, mərkəz ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Mərdəkan qəsəbəsində yerləşən Abşeron sağlamlıq mərkəzində yaradılan şərait də nazirin diqqətini cəlb eləyib. Mərkəzdə göstərilən tibbi xidmətlər barədə nazirə ətraflı məlumat verilib. Səhiyyə naziri Bilcə qəsəbəsində yerləşən Bilcə kardioloji mərkəzdə də olub. Mərkəzin yeməkxanasına baxıb vətəndaşların istirahəti üçün yaradılan şəraitlə tanış olub. Nazir Teymur Musayev daha sonra təəssüratlarını bizimlə bölüşüb. Bugünkü tanışdığım çox böyük təəssürat bəxş etdi mənə. Deyə bilərəm ki, böyük, iri miqyaslı işlər görülüb. Sanator kurort istiqamətində ciddi yeniliklər tətbiq olunub. Ən müasir reabilitasiya, fizioterapiya avadanlıqları quraşdırılıb. Yəni, infrastruktur baxımından sanator kurort layihəsi demək olar ki, istənilən həcmdə nəinki Azərbaycan vətəndaşları, hətta xaricdən gələn qonaqları qəbul etməyə hazırdır. Bu baxımdan Azərbaycan Həmkarlar Konfederasiyasını səmimi qəlbdən təbrik edirəm. Nazir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının e-AHİQ-AS elektron rezervasiya sisteminin üstünlüyündən də danışıb. E-AHİQ-AS platformasının tətbiqi ilə həqiqətən də əlçatanlığı tam təmin olunub və illərlə sanator kurort müalicədən istifadə edə bilməyən insanlar belə əminliklə müraciət edərək və bu platformadan istifadə edərək artıq öz məzuniyyətləri bu gözəl güşələrdə keçirə bilirlər və eyni zamanda da sağlamlıqlarını da bərpa edə bilirlər. Teymur Musayev Səhiyyə Nazirliyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında bir neçə istiqamətdə əməkdaşlıq perspektivlərinin olmasına da diqqət çəkib. İlk növbədə kadr hazırlığı baxımından Səhiyyə Nazirliyi və Həmkarlar Konfederasiyası məhz sanator kurort sektorunda çalışan səhiyyə işçilərin hazırlığı və təminatı ilə məşğul olacağıq və elə bu ildən təyinat üçün müraciət edən, hal-hazırda rezidenturanı keçən bizim gənc mütəxəssislərimizi hazır olan sanator kurort müəssisələrinə bir tur təşkil olunacaq və düşünürük ki, onlardan da böyük bir seçim aparılacaq. Digər məsələ burada aparılan müalicə proseslərin standartlaşmasındandır. Bunu ilə də bilirsiniz ki, Səhiyyə Nazirliyinin tabeliyində tibb məsələlərinin akreditasiyası və keyfiyyətə nəzarət mərkəzi fəaliyyət göstərir. Onların da mütəxəssisləri bu işə cəlb olunacaq. Qeyd eləyək ki, istənilən şəxs yerində müraciət etməklə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzlərində göstərilən xidmətlərdən yararlana bilər.